Bismillahirrahmanirrahim. Əziz və dəyərli müsəlmanlar, hər gün tövhid başlığı altında olan dərslərimizə davam edirik. İsim və sifətlər tövhidi 26-cı dərs. Allah subhanahu və teala'nın ər-ricl və həmçində əl-qadəm ayaq sifəti. Əhl-i sünnə vəl cəmaa, salih sələflər, Allah azza və cəllənin ər-ricl və həmçində əl-qadəm ayaq sifətinin olmasına da iman gətirirlər. Bu barədə Allah subhanahu və teala mübarək kitabında Nun surəsi, yəni Qələm surəsinin 42-ci ayətində belə buyurur. Baldırın açılacağı gün. O gün ayaq ortaya çıxarılır. Allah Teala belə buyurur. Buxarinin 4919-cu rəqəm altında rəvayət etdiyi Əbu Said Əl-Xudri radiyallahu anhudan gələn səhih hədisdə isə Allah Rasulü s.ə.v qiyamət haqqında danışır. Və Peyğəmbər s.ə.v buyurur ki, Rəbbimiz qiyamət günü ayağını ortaya çıxarır, ayağını göstərir. Və baldırın açılacağı gün, qiyamət günü bütün mömin, kişi və qadınlar onun qarşısında səcdəyə qapanırlar. Yalnız və yalnız dünyada ikən göstəriş və riyakarlıqla səcdə edənlər qalırlar və həmçində münafiqlər. Onlar da çalışacaqlar ki, Allah subhanahu və teala'nın qarşısında səcdəyə etsinlər. Lakin onları əzab olaraq Allah subhanahu və teala onların onurğa sümüklərini bir tək sümük düppədüz edəcəkdir. Və onlar nə qədər səcdə etməyə çalışsalar da, o onurğa sümüyü onların səcdə etmələrinə maneçilik törədəcəkdir. Bu da onlar üçün bir əzab, Allahdan bir bəladır. O kəslər ki, hansı ki bu dünyada ikiyüzlü, münafiqlik ediblər. O kəslər ki, hansı ki zahirən özlərini müsəlman, içəridə isə küfrü gizlədiblər. O kəslər ki, Allah subhanahu və teala yalnız riyakarlıq göstəriş üçün ibadət edirlər. Allah subhanahu və teala onların bel sümüklərini tək bir sümük halına salacaqdır və onlar nə qədər səcdə etmələrini baxmayaraq Allahın qarşısında səcdə edə bilməyəcəkdir. Bu da Quran-ı Kərimdən, həmçinin Allah Rasulü s.ə.v-in sünnətindən dəlildir. Həmçinin də Allah subhanahu və teala əziz müsəlmanlar mübarək kitabında Qaf surəsi 30-cu ayətində belə buyurur. O gün, qiyamət günü, cəhənnəmə Allah Teala belə buyuracaqdır. Doldunmu? Cəhənnəm isə belə deyəcəkdir. Daha varmı? Yenə də varmı? Deyəcəkdir. Əbu Hureyra radiyallahu anhudan gələn hədisdə, necə yenə də hədis Buxar Müslimdə keçir, Allah Rasulü s.ə.v belə buyurdu. Allah Teala belə buyuracaq. Allah cənnətə, sən mənim rəhmətimsən. Mən səninlə qullarımdan istədiyimə rəhm edirəm. Allah Teala cəhənnəmə isə belə buyuracaqdır. Sən mənim əzabımsan. Mən səninlə qullarımdan istədiyimə əzab edərəm. Nəhayət, Allah Teala onlara belə buyuracaq. Hər ikiniz üçün də, cənnətə də və cəhənnəmə də dolusu qədər vardır. Amma cəhənnəm dolmaq bilməz. Nəhayət, Allah subhanahu və teala ayağını onun üzərinə qoyacaqdır. Və o da cəhənnəm də bəsdir deyib dolacaqdır. Və Allah subhanahu və teala cəhənnəmi doldurmaqla heç kəsə əsla zülm etməz. Cənnətə gəlincə isə Allah subhanahu və teala onun boşluqlarını doldurmaq üçün bir neçə varlıqlar yaradacaqdır. Allah subhanahu və teala'nın cəhənnəm atəşinə ayağını qoymaqda olan hikmətinə gəlincə isə Allah subhanahu və teala Hud surəsi 119-cu ayətində belə buyurur. Mən cəhənnəmi bütün cinlər və insanlarla dolduracağam. Sözü tamamilə yerinə yetdi. Buyurduğu kimi oranı dolduracağını vəd etmişdir Allah Teala. Günahsız kimsələrə əzab etməməsi onun rəhməti və ədalətindəndir. Cəhənnəm son dərəcə geniş və dərin olduğuna görə Allah subhanahu və teala vədini gerçəkləşdirmək üçün ayağını qoyacaqdır. Bu vaxt cəhənnəm hər iki tərəfdən də bir-birinə qovuşacaqdır. Cənnətdə isə Allah hər bir insana geniş yer verəcəkdir. Lakin boş yerlər qaldığı üçün Allah Teala yeni varlıqlar xəlq edəcəkdir. Cənnət üçün, cənnət əhli üçün. Cəhənnəmə isə Allah subhanahu teala Hud surəsində vəd verdiyi kimi oranı cinlər və insanlarla doldurduğu üçün, cəhənnəm dərin və geniş olduğu üçün, dolmadığı üçün Allah subhanahu teala nədir? Ayağını cəhənnəmə qoyacaqdır. Və cəhənnəm də bundan sonra nədir? Dolacaqdır.
Bu da dəlillərdir ki, Quran və sünnə ilə ki, əhl-i sünnə vəl cəma etiqad edir ki, Allah Subhanahu taalanın ər-ricl, həmçinin el-qədəm, ayaq sifəti vardır. Və bu da Allah Subhanahu taalanın əzəmətinə yaraşır şəkildədir. Və əhl-i sünnə vəl cəma bu sifətləri nə təvil edər, nə təhrif edər, nə təşbih edər, bənzədər, nə də təkyif, keyfiyyətinə varar. Keyfiyyətini Allah Subhanahu taala bilir necədir. Subhanəkə Allahumma və bihamdik, əşhədu ən la ilahə illə əntə əstəğfiruka və ətubu ileyk.